səhv məkan, səhv yer deyə bir şey yoxdur. Demək ki, sizin içinizdə bir duyğunuz var ki, dəyişdirməli olacağınız bir məqamınız var. Yəni, bizim duyğularımız hansı ölkəyə də getsək, yerimizi dəyişsək, məkanımızı dəyişsək, ətrafımızdakı insanları dəyişsək, xeyri olmayacaq. Biz düzəlməliyik ki, bizim həyatımız düzəlsin. Biz dəyişməliyik ki, bizim həyatımız dəyişsin. Siz dəyişmədiyiniz sürə boyunca hara gedirsinizsə gedin, eyni duyğunu hiss edəcəksiniz. Eyni duyğunu yaşayacaqsınız və təkrar yaşayacaqsınız. Sanki bir döngü gibi, sanki bir çarx kimi bunu təkrar yaşayacaqsınız. O səbəbdən də sizin dəyişdirməli olduğunuz içinizdə olan duyğularınızdır və düşüncələrinizdir. Demək ki, sizi bu ölkədə narahat edən bir məsələlər var ki, siz belə hiss edirsiniz. Yəni, bunun heç bir ölkə ilə, heç bir insanlarla əlaqəsi yoxdur. Biz bütün projektorları öz üzərimizə yönəltməliyik, öz içimizə yönəltməliyik ki, görəsən mənim daxilimdə nələr baş verir, görəsən mən özümü niyə belə hiss edirəm, pis hiss etməyimə səbəb nədir? Yəni, siz bunları bilməlisiniz, bunları işinizdə tapmalısınız, ayırt eləməlisiniz.